Mayın 5-də Bakı Dövlət Universiteti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və Konstitusiya və Suverenlik ilinə həsr olunmuş Ulu Öndər Heydər Əliyevin siyasi irsi, qüdrətli dövlətin əsasları mövzusunda konfrans keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri düzülüb. Konfrans iştirakçıları Bakı Dövlət Universitetinin Heydər Əliyev Muzeyi və Heydər Əliyev lektoriyasını da ziyarət ediblər. Konfransda əvvəlcə dövlət himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ümumilli lider Heydər Əliyevin mənalı ömür yolu və zəngin dövlətçilik irsindən bəhs edən video süjet nümayiş olunub. Rəhbərliyə gəldiyi tarixlərə nəzər salsaq görərik ki, həm 1969 və 1993-cü illərdə onun Azərbaycan rəhbərliyindən gəlişindən sonra Azərbaycanda bütün proseslər müsbət istiqamətlə inkişaf etməyə başladı. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev konfransın Ulu Öndər Heydər Əliyevin tükənməyən siyasi irsinin, qüdrətli Azərbaycan dövlətinin qurulması üçün ümumilli lider tərəfindən formalaşdırılan əsasların öyrənilməsi və tədqiqi istiqamətində əldə edilən nəticələrin müzakirəsi baxımından xüsusi önəm daşıdığını deyib. O qeyd edib ki, məhz ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan Ulu Öndərin inanılmaz səyləri ilə keçmiş Sovetlər Birliyinin geridə qalmış respublikasından sənayinin inkişaf etdiyi bir respublikaya çevrildi. Ölkəmiz parçalanmaq, bölünmək təhlükəsi ilə üzləşdiyi illərdə isə Ulu Öndər Heydər Əliyev xalqımızın yenidən nicatı oldu. İllər sonra müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə qazanacağımız tarixi qələbənin təməlləri həmin dövrdə atıldı. Rektor onu da diqqətə çatdırıb ki, Bakı Dövlət Universitetində Heydər Əliyev irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində hər tərəfli fəaliyyət aparılır. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ilində universitetin 100 əməkdaşı və 100-dən çox tələbəsi partiya sıralarına qəbul edilib. YAP sədrinin müavini mərkəzi aparatının rəhbəri Tahir Budaqov isə bildirib ki, ümumilli lider Heydər Əliyev zəngin dövlətçilik irsi və mütərəqqi ideyaları ilə əbədi yaşarlıq qazanıb. Onun sözlərinə görə müdrik dövlət xadimi Sovet dövründə Azərbaycan SSR-nin rəhbəri kimi respublikamızın intibahına nail olub, gələcək müstəqilliyin əsaslarını formalaşdırıb. 1992-ci ilin noyabrın 21-də isə Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması və xalqın öz liderinin ətrafında sıx birləşməsi dövlətçilik tariximizin dönüş nöqtəsi, mühüm bir talih yüklü mərhələnin başlanğıcı olub. YAP sədrinin müavini vurğulayıb ki, ölkədə xaos və anarxiyanın hökm sürdüyü, qonşu Ermənistanın o zamanki geosiyasi şəraitdən və respublikanın ağır vəziyyətdə olmasından istifadə edərək torpaqlarımızı işğal etdiyi bir vaxtda xalqın çağırışı ilə 1993-cü il iyunun 9-da Bakıya qayıdan və 15-də Ali Məclisin sədri, oktyabrın 3-də isə Azərbaycan Respublikasının prezidenti seçilən Heydər Əliyev Azərbaycanı ciddi siyasi və iqtisadi problemlərdən, böhran vəziyyətindən xilas edərək inkişaf yoluna çıxarıb və ölkəmizə real müstəqillik qazandırıb. YAP mərkəzi aparatının rəhbəri qeyd edib ki, siyasi varisliyin təmin olunması Ulu Öndərin uzaqgörənliyinin ən böyük təzahürüdür. Azərbaycan Respublikasının prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Heydər Əliyev yolunu tarixi ənənələrə, milli mənəvi dəyərlərə, dövlət maraqlarına və çağdaş reallıqlara uyğun davam etdirməsi nəticəsində misilsiz nailiyyətlər əldə edildi. Xalq iqtidar birliyi daha da möhkəmləndi. Azərbaycan regionda lider dövlətə çevrilərək dünyada önəmli tərəfdaş kimi tanındı. Nəhayət, öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etməklə zəfər zirvəsinə yüksəldi. Tahir Budaqov onu da bildirib ki, ümumilli liderimiz məzunu olduğu Bakı Dövlət Universitetinin fəaliyyətinə hər zaman böyük önəm vermiş, 50, 60, 75 və 80 illik yubileylərində iştirak edərək bu ali təhsil ocağını Azərbaycan xalqının milli sərvəti adlandırmışdı. Mərkəz aparatının rəhbəri xüsusi vurğulayıb ki, bugün tarixi ənənələrə və zəngin elmi nailiyyətlərə malik olan Bakı Dövlət Universitetinin elm və təhsil sahəsi ilə yanaşı siyasi proseslərdə də fəal rol oynayan,
prinsipial mövqeyi və sağlam əqidəsi ilə fərqlənən, milli məsələlərdə və tarixi siyasi məsuliyyət anlarında öz sözünü deyən nüfuzlu alimləri partiyamızın sıralarında təmsil olunurlar. Sonra partiya sıralarından yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub. Daha sonra partiya sıralarından yeni qəbul olunmuş Bakı Dövlət Universitetinin nəzdində Gənc İstedadlar Liseyinin müəllimi Arzu Orucova, Tarix Fakültəsinin 2-ci kurs tələbəsi Ayan İsmailova çıxışlarında Ulu Öndərin ideallarını davam etdirəcəklərini bildiriblər. Yeni Azərbaycan Partiyasının himni səsləndiriləndən sonra tədbir Universitetin Mədəniyyət Yaradıcılıq Mərkəzinin hazırladığı bədii hissə ilə davam edib.